Müğənni Ülviyə Namazova açıqlaması ilə gündəm olub. İki Sahil xəbər verir ki, Rəngarəngdə qonaq olan ifaçı evli kişidən uşaq dünyaya gətirdiyini etiraf edib. Övladımın atası evlidir, bunu danmıram, bunun tərəfdarı deyiləm, efirdə ərim demirəm, kiməsə acıq vermirəm, heç kim bilə bilməz ki, nələr yaşayıram. Hamiləlik dövründə nə stres keçirmişəm, bunu kimsə bilməz, kənardan qınamaq çox asandır. Mənim övladımın atası evlidir, mən bunu danmıram. Və deyirəm. Və buradan yenə də deyirəm ki, o qınanılan asan bir şey qınamaq üzr. Deyirsən ki, mənim uşağımın atası evlidir. Bu yanlış bir hərəkətdir. Yox, yanlış bir hərəkət. Bax, dəfələrlə deyirik, qeyri-rəsmi nikahda uşaq dünyaya gətirməyin. Bu, hələ bunu etməyin bir tərəfə. Lalə Məmmədov bunu demək istəyir. Çıxıb efirdən deyirsiniz ki, bəli, mən başqasının həyat yoldaşından, başqasıyla rəsmi nikahda olan bir kişidən övlad dünyaya gəlmişəm. Bunu da deyirsiniz. Zar, mən yenə deyirəm. Çox mən söhbətdir. efirdə çıxıb ərim demirəm. Nə də kiməsə acıq vermirəm. Məni bu yaşayışı yaşayıram. Heç kim bilə bilməz ki, mən nə yaşayıram və mən nələr çəkmişəm və